Azərbaycanda bu şəxslər üçün elektrik və qaz tarifləri 3 dəfə azaldıla bilər. Azərbaycanda sərhədyanı kəndlərə böyük qayıdışı təmin etmək üçün elektrik və qaz tariflərini 3 dəfə azaltmaq lazımdır. Report xəbər verir ki, bunu deputat Zahid Oruç deyib. 2023-cü ildə ölkə əhalisi 3,9 milyard kubmetr, Bakının əhalisi isə 1,4 milyard kubmetr qaz istehlak edib. Yəni ölkə üzrə təbii qaz istehlakının 36%-i paytaxtın payına düşür. Bundan başqa il ərzində əhali ümumilikdə 6,6 milyard kilovat-saat, Bakı əhalisi isə 2,8 milyard kilovat-saat elektrik enerjisi istehlak edib. Yəni ölkə üzrə elektrik enerjisi istehlakının 42%-i paytaxtın payına düşür. Halbuki Bakıda rəsmi qeydiyyatda olan əhali ölkə əhalisinin 23%-dən azdır. Biz təklif edirik ki, əhalinin paytaxta axınının qarşısını almaq, kəndlərə böyük qayıdışı təmin etmək üçün bütün sərhədyanı ərazilərdə elektrik və qaz tariflərini 3 dəfə azaldaq deyə Zahid Oruç bildirir.